Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan dövləti və xalqına Qurban Bayramı münasibəti ilə ünvanladığı təbrik növbəti erməni hiyləgərliyidir. İlk baxışda Paşinyanın bu addımı müsbət dəyərləndirilsə də, erməni xisləti göz önünə alındıqda ziddiyyətli məqamlar diqqət çəkir. Bugünə qədər Ermənistan rəhbərliyi Azərbaycan xalqının dini inanclarına, xüsusilə İslam bayramlarına düşməncəsinə yanaşıb, xalqımıza qarşı açıq şəkildə dini nifrət aşılayıb, dözümsüzlük nümayiş etdirib. Axı necə olur ki, anidən erməni baş nazir Azərbaycan xalqını təbrik etmək qərarına düşür. Ermənistan daxilində baş qaldıran revanşist meyllər, radikal dairələrdə Azərbaycanla bağlı narazılıqlar fonunda Nikol Paşinyanın bu addımı heç də səmimi görünmür. Osmanlı dönəmində ermənilərə Millət-i Sadiq adı verilmişdir. Lakin sonradan ikinci cəbhə açaraq Osmanlı dövlətinə qarşı xəyanət etdilər. Bu həmən Nikol Paşinyandır ki, sərxoş halda Cıdır düzündə yallı gedərək Azərbaycana meydan oxuyurdu. Qarabağ Ermənistandır nöqtə ifadəsinin müəllifi də Paşinyandır. Çox tez sima dəyişən, cilt dəyişən Paşinyanın bu cür sülhə vurğunluğunu və sülhpərvər olduğunu düşünmək, anlamaq və qəbul etmək hələ çox tezdir. Əgər baş nazir Nikol Paşinyan özünü sülh göyərçini kimi təqdim etmək istəyirsə, öncəliklə bölgədə yaranan yeni geosiyasi reallıqlara uyğun davranmalıdır. Ucuz jestlərlə nəyəsə nail olmaq mümkün deyil. İlk baxışda baş nazirin təbriki müsbət jest sayılsa da, onun arxasında nələrin gizləndiyi təxmin ediləndir. Bu, o Paşinyandır ki, 2019-cu ildə Viyanada prezident İlham Əliyevlə keçirilən görüşdə işğal olunmuş ərazilərin qaytarılmayacağını bildirmişdi. Bu, həmin baş nazirdir ki, yeni torpaqlar uğrunda yeni müharibə bəyanatı ilə çıxış edirdi. 44 günlük vətən müharibəsində Gəncə və Bərdə kimi şəhərlərin balistik raketlərlə vurulması əmri də məhz Nikol Paşinyandan gəlmişdi. Erməni baş nazir həqiqətən də normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdırsa, konkret addımlar atmalı, siyasi iradə nümayiş etdirməlidir. Bu xüsusda Ermənistanın konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa, ədalətə söykənən tələbləri mövcuddur. Bu tələbləri yerinə yetirmək əvəzinə riyakarlıq etmək heç də təhlükəsizliyə və sülhə xidmət etmir. Odur ki, Azərbaycan Respublikası və xalqını Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, firavanlıq arzu edirəm deyən Ermənistan baş nazirinin bu təbriki o zaman səmimi olacaq ki, Azərbaycanın gözləntilərinə cavab verəcək. Regionda təhlükəsiz sülhün əldə edilməsi üçün bütün gücünü səfərbər edəcək. Əks halda Paşinyanın bu addımını şərh etməyə belə ehtiyac yoxdur.